Altıncı fəzilət sıxıntıların aradan qalxmasına böyük səbəbdir. Kəlmə şəhadətini demək, fəzilətinə baxaq. İbrahim ibn Muhammed ibn Sa'ddan, o da atasından, o da babasından rivayet eləmişdi. Demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demiştir. Sizə elə bir şey xəbər verimmi ki, və yaxud da sizə elə bir şey danışımmı ki, sizlərdən birinə, sizlərdən bir kişi o nazil olsa, o kədər, o bəla, dünya işlərindən olan hansı bəla və o duanı eləsə, ondan o qalxmış olar. Onlar deyirlər ki, əlbəttə. Deyir ki, duau zinnun. Zinnun balıq sahibi duası. Balıq sahibinin duası Allah Teala Quran-ı Kərimdə deyir ki, o Yunus Aleyhisselam'da hekayə olaraq ondan deyir ki, La ilahe illa ente subhaneke inni kuntu minez zalimin. Səndən başqa haqq Allah yoxdur, sən paksan, nöqsanlardan uzaqsan, mən zalimlardan oldum. Yunus Aleyhisselam sıxıntıya baxdı, bu zikri edərdi. Allah Teala onun barəsində xəbər verək deyəndə ki, وَذَنُّونِ اِذْ ذَهَبَ مُغَاضِبًا Qəzəblənərək, Zənnun, yəni Yunus Aleyhisselam, görür ki, qövmü buna cavab vermir. Dəvətinə cavab vermir və qəzəblənir. Əslində qəzəbi Allah üçündür. Burası Peyğəmbərlər vəhy ilə hərəkət elədikləri üçün nə edir? Qəzəblənir, gedir. Elə zənn edir ki, biz onu heç eləməyəcəyik. Elə zənn edir. Yəni, elə zənn edir ki, bu belə getməsindən biz onu heç nə deməyəcəyik. Əslində getməməlidir. Fənədə fi zulumati. Qissə uzun qissədir. Burası Allah Teala burada deyir ki, o elə zənn edir ki, biz onu lənəqdir aleyhi, yəni qadir olmayacaq onu gətirməyə və nəsə eləməyə. O deyir, gecə zülmətlərin, zülmətlərdə çağırdı. Zülmətlər, bax, gecə zülməti. Suyun dərinliyinin zülməti. Balığın zülməti. Yağış yağarkən yağış zülməti. Hamısı üstü zülmətlərdə. Nə dedi? Əllə iləhə illə əntə subhanəkə inni kuntu minəz zalimin. Zülmətlərdə çağırardı ki, səndən başqa haqqı Allah yoxdur. Sən paksan, nöqsanlardan uzaqsan, mən zalimlardan oldum. Bunu zikir edirsən, hər hansı bir çətinliyə düşdün, bu zikir elə gələn qardaş. İxlasla elə gələn, görəcəksən ki, Allah Teala sənin sıxıntılarını aradan qaldırır. Fəstəcəbnə ləhu. Allah Teala deyir ki, ona cavab verdik biz. Yəni, o bir dəfə demədi onu. Təkrarlayırdı. Ona cavab verdi. Onu o kədərdən çıxartdıq. Qəmdən, qüssədən çıxartdıq. Və kəzzəlikə nuncil müminin. Beləliklə biz möminləri nə edirik? Nisata çatdırırıq. Sonra